Xalqımızın ümumilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü Respublikanın hər yerində olduğu kimi Lənkəran şəhərində də ehtiramla qeyd olunub. Tədbir əbədi yaşar liderin həyatının müxtəlif anlarını özündə əks etdirən sənədli filmin nümayişi ilə başlayıb. Təqdim olunan videoçarxda Ulu Öndərin xalqımız qarşısındakı xidmətləri bir daha mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Talih Qaraşov, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və digər tədbir iştirakçıları çıxış edərək qeyd ediblər ki, Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Məhz onun müdrik siyasəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyub saxlayaraq sabitlik və inkişaf yolu keçib. Bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir. Həmçinin qeyd edilib ki, dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində güclü dövlət idarəçiliyi formalaşıb, sosial-iqtisadi inkişafın əsası qoyulub. Çıxışlardan sonra rayonun yerli incəsənət ustalarının ifasında Ulu Öndərə vətənə həsr olunmuş mahnılar ifa olunub. Əyyub Türkay, Elviz Nəsirli, Lənkəran.